Bugün Visual Studio'nun yüklənməsini, quraşdırılmasını, bununla yanaşı sadə anlayışlardan danışdığım C#da olan. Deməli, o zaman başlayaq. Birinci növbədə Visual Studio necə quraşdırılır, ona başlayaq. Deməli, Google-un bu axtarış çubuğu hissəsinə Visual Studio yazırıq. Burada gördüyünüz kimi çıxır. Visual Studio yazırıq və burada çıxan bu, belə deyim ki, linkə keçid edirik. Keçid etdikdən sonra yuxarıda gördüyünüz bu hissədə Downloads, yəni yüklənən hissələri var. Bura klik edirik və burada bizə iki seçim çıxır. Birincisi Visual Studio 2022, bir də Visual Studio Code olan. Biz təbii ki Visual Studio 2022-ni yükləyəcəyik. Burada aşağıda 3 dənə seçim bizə verilir. Community, Professional və Enterprise. Deməli, əgər siz C# öyrənmək məqsədi ilə yükləyirsinizsə, bu zaman Community hissəsindən yükləyəcəksiniz və bu pulsuzdur. Ancaq Professional və Enterprise isə daha çox belə professional hissəsinə dayanır. Yəni, müəyyən bir iş üçün istifadə edə bilərsiniz C#. Bu zaman bu ikisindən istifadə edə bilərsiniz. Biz təbii ki də əgər C# öyrəniriksə, bu zaman Community hissəsindən bunu yükləyəcəyik. Buradan yükləyirsiniz və tez bir şəkildə yüklənir, çünki çox az bir yer tutur. Visual Studio yükləndikdən sonra mən artıq yükləmişəm. Buradan açırsınız. Necə quraşdırılır, indi ona baxaq. Deməli, birinci növbədə burada aşağıda Create a New Project hissəsindən belə deyim ki, yeni bir səhifə açacağıq. Buradan biz C# öyrənirik deyə buradan C# seçirik. Daha sonra yuxarı hissəyə isə burada Search for Templates var. Buradan Console app yazırıq. Və burada çıxdı. 2 dənə seçim var. Biz bunu seçəcəyik. .NET Framework olan hissəni seçirik və Next-ə basırıq. Daha sonra buradan biz proqramımızın adını seçirik. Tutaq ki, olsun ilk proqram. Daha sonra bu ilk proqramı biz hər hansı bir qovluğa yerləşdirməliyik. Bu qovluğu özünüz də yarada bilərsiniz və yaxud da burada New Folder hissəsindən də yeni bir qovluq yarada bilərsiniz. Və yaxud da istəsəniz əvvəlki qovluqlarınızdan da birini seçib edə bilərsiniz. Lakin yeni bir qovluq olması daha yaxşıdır, yəni sizin üçün. Mən ona görə burada New Folder hissəsinə klik edirəm və onu seçirəm. Daha sonra buradan ən axırda olan belə deyim, 2 versiya var. 4.7.2, bir də 4.8. Bunu həmişə son versiya edərək proqramımızı artıq yaradırıq. Belə bir səhifə çıxdı bizim qarşımıza. Mən bir neçə şeydən danışmaq istəyirəm ki, C#da olarkən ən yaxşı xüsusiyyətlərindən biri C#-ın burada gördüyünüz kimi artıq proqramın ən başında bizim yazmalı olduqlarımızı proqramın özü veribdir. Yəni biz artıq proqramda olarkən C++-da olduğu kimi başlıqlarını özümüz yazmırıq, ilkin kodları özümüz yazmırıq. Burada özü veribdir. Biz burada deməli açılıb bağlanan sistem mötərizəsinin daxilində artıq öz proqramımızı yazmaqla, yəni proqramın əsas hissəsini yazırıq sadəcə və bu qədər. İndi isə bir də yaxşı xüsusiyyətlərindən bir də C#da konsol yazmışam. Mən C hərfi yazmağımdan başlayaraq gördüyünüz kimi mənə seçimlər verir. Mən burada istədiyim seçimi istifadə edə bilərəm. Yəni burada uzun-uzadı bir də yazmamıza ehtiyac qalmır. Seçimlərdən birini istifadə edə bilərik. Tutaq ki, mən bunu istəyirəm eləmək. Üzərinə basıb Enter eləyirəm və gördüyünüz kimi burada artıq açılır. Bir də gördüyünüz kimi əgər səhv bir kod yazmışıqsa hardasa və yaxud da gözümüzdən qaçan bir şey olubsa, o sətrin altında bu şəkildə qırmızı dalğa işarələri olur. Bu da o deməkdir ki, yəni bizim proqramımızda hansısa bir yerdə səhvlik var və yaxud da nəsə çatışmır. Bunu göstərir. Deməli, indi mən ilkin proqramlar yazmağa başlamamışdan öncə C#da olan dəyişənin tipləri haqqında danışmaq istəyirəm. Deməli, dəyişənin tipləri. Burada bir neçə tip yazmışam. Təbii ki, bundan daha çoxdur. Sadəcə biz ilk dərsdə olduğumuz üçün bizə lazım olan əsas tipləri mən sizə danışacağam. Birinci növbədə int. Ən çox istifadə olunan C#da tipdir. Demək olar ki, hər zaman biz bu inti görürük. Int hansı tiplər üçündür? Tam ədədlər üçün. Yəni ki, -5, -5,
3, nə bilim -48 və s. Yəni bunun üçün olan tiplərdir və necə yazılır proqramda olarkən C#da bu şəkildə. Birinci dəyişən tipini biz veririk, yəni int-i. Biz hansı dəyişənə bu qiyməti mənimsətmişik, onu yazırıq, yəni A. Daha sonra bərabərdir işarəsi, qiymətini, yəni 5-i və daha sonra nöqtə vergüllə buranı bitiririk. Və onu deməyi unutdum. C#da olarkən demək olar ki, hər sətrin sonuna nöqtə vergül yazmalıyıq. Əgər nöqtə vergül yazmasaq proqramımız düzgün işləməyəcək və yaxud altında bayaq göstərdiyim kimi qırmızı dalğa çıxacaq. Biz ona görə bəzi hallarda düzdür olmur nöqtə vergül. Onları da keçəcəm gələcək dərslərimizdə, amma demək olar ki, bütün hallarda nöqtə vergüldən istifadə olunur. İkinci tipimiz double tipi. Double tipi həm tam ədədlər, həm də onluq kəsrlər üçün istifadə olunan bir tipdir. Məsələn, double yenə gördüyünüz kimi birinci biz dəyişənimizin tipini veririk, daha sonra dəyişənimizin hansı hərfi mənimsətmişik onu veririk. Söz də ola bilər. Bu A imenli olması lazım deyil. Söz də ola bilər. Məsələn, ola bilər double ədəd. Məsələn, onu da yaza bilərik. Fərqi yoxdur. Mən sadəcə qısa olsun deyə A yazmışam. Bərabərdir bir nöqtə yazılır bu arada, vergül yazılmır. Nöqtə 25 və yenə burada gördüyünüz kimi nöqtə vergüllə bu sətri bitirmişəm. Yəni bu şəkildə. İndi keçək floata. Bu da double kimi onluq kəsrlər üçün istifadə olunan bir tipdir. Lakin double-dan fərqi ondan ibarətdir ki, deməli double-dan daha az dəqiqlikdə işləyir. Bu cümlənin mənasını gəlin birlikdə araşdıraq. Deməli floatın özü 32 bit tutuma malikdir. Yəni bu o deməkdir ki, nöqtədən sonra təxmini olaraq 7-9 rəqəm yazmaq mümkündür. Lakin double isə 64 bit tutuma malikdir və özündə 12-13 rəqəm saxlaya bilər. Yəni mən nöqtədən sonra 12-13 rəqəm yaza bilərəm. Bunun üçün daha əlverişli olan double-dır. Demək olar ki, floatdan istifadə edən yoxdur. Çünki həm double-da onluq kəsrlər üçün də istifadə olunur, həm də daha uzun rəqəmlər yazmaq mümkündür. Bununla yanaşı floatdan sonra, məsələn yazılıb burada float A bərabərdir 2.23. Burada əsas səhv yazmışam. 2.23-dən sonra burada bir F hərfi yazılmalıdır. F hərfi yazılmalıdır. Bu nöqtə vergül səhvdir. F yazılmalıdır, daha sonra nöqtə vergül yazılmalıdır. Ümid edirəm başa düşdünüz. Bir F hərfi yazılmalıdır, sonra nöqtə vergül yazılmalıdır ki, bu float olduğu bilinsin. Lakin double-da belə bir şey yoxdur. Yəni burada D hərfi yazmamıza ehtiyac yoxdur. Ümid edirəm başa düşdünüz. Daha sonra char. Char bir simvolu yadda saxlamaq üçün istifadə olunur. Məsələn, char A bərabərdir. Dırnaq bir dənə dırnaqdan istifadə olunur. Qoşa dırnaqdan yox. İçərisinə hərfimizi qeyd edirik və bu şəkildə nöqtə vergüllə sətrimizi bitiririk. Daha sonra bool. Bool həm doğru, yəni true və yaxud da yanlış dəyərlərini çıxartması üçün istifadə olunan dəyişən tipidir. Məsələn, bool A bərabərdir true və s. String mətin tipidir. Bu da char tipi olduğu kimi simvolları yadda saxlamaq üçün istifadə olunur. Charda bir simvolu yadda saxlamaq mümkündür. Burada mətin tipi olduğu üçün belə deyim, sözləri, cümlələri yadda saxlamaq mümkündür. Məsələn, string name. Baxın, gördüyünüz kimi bayaq izah elədiyim kimi, burada sadəcə A olmasına ehtiyac yoxdur. Mən burada söz də yazmışam, gördüyünüz kimi. Yəni, orada istədiyiniz şeyi yaza bilərsiniz. Mən orada dəyişəni mənimsətmək daha rahat olur deyə. Ona görə mən gördüyünüz kimi hər şeydə dəyişəni mənimsətmişəm. Lakin burada name yazmışam ki, yəni istədiyiniz kimi mənimsədə bilərsiniz hansısa bir sözə, hansısa bir hərfə. Bərabərdir. Burada qoşa dırnaqdan istifadə olunur daha doğrusu və yazmışam Ali nöqtə vergül. Bu qədər. Bu dəyişənin tipləri haqqındaydı. İndi mən istəyirəm ki, bir sadə proqram yazaq. Məsələn, sadə bir tutaq ki, deyirəm, həmişə olduğu kimi Hello World-ü biz məsələn ekrana yansıdaq. Məsələn, elə bir proqram yazaq. Necə başlayacağıq ümumiyyətlə? Biz burada iki dənə şeydən yenə danışacağam sizə. Birincisi console readline. Bir bundan danışacağım. Bir də console writeline. Uşaqlar bunu çox vaxt qarışdırır. Ona görə
Bunlar haqqında birinci danışım. Console read line nədir və console write line nədir? Console write line ekranı yansıtmaq üçün istifadə olunur. Məsələn, mən bayaq dedim, Hello World-u biz ekrana yansıdaq. Biz necə yazacağıq? Yazacağıq console nöqtə. Bu arada bunu da deməyi unutdum. C# olarkən həmişə ilk hərflər böyüklə yazılmalıdır. Məsələn, console C böyükləndir. Nöqtə write line-da məsələn burada W hərfi böyükləndir. Düzdür, siz unuda bilərsiniz, lakin proqram özü düzəldir. Amma yenə də bunu ek bilgi olaraq sizlərə demək istəyirəm. Console write line, burada biz iki qoşa nöqtədən istifadə edəcəyik və bunun içərisinə hello world yazmaq istəyirik də biz. Hello world. Bu qədər. Və bizim ekranımıza artıq bu söz çıxacaq. Mən bunu silim, sonra izah edəcəm o nə olduğunu. Baxın, hello world. Gördüyünüz kimi ekrana çıxdı. Daha sonra, indi console read line-in nə olduğunu sizlərə öyrətmək istəyirəm. Tutaq ki, 2 dənə rəqəm verməliyik. O 2 rəqəmin ən sonda cəmini tapmalıdır proqram. Və o 2 rəqəmi mən özüm verməliyəm də, istifadəçi verməlidir. Mən bu zaman, deməli, belə deyim ki, o rəqəmləri verməyim üçün proqrama, belə deyim, o rəqəmləri yazmaq üçün console read line-dan istifadə olunur. Ümid edirəm ki, kimi başa düşdünüz. Yəni ki, orada biz rəqəmləri yazmamız üçün istifadə olunan, belə deyim ki, yer console read line-dır. Bu ikisini sizlərə öyrətmək istəyirdim. İndi isə gəlin, məsələn, çox sadə bir proqram yazaq. Məsələn, ədəd verilibdir. O 2 ədədin cəmini hesablayan bir proqram yazaq. Elə bir ki, ədədləri istifadəçi daxil etməyəcək. Eləcə burada proqramda yazacağıq. Sonra istifadəçi daxil edəni gələn dəfəki partda izah eləyəcəm. Biraz uzun bir video oldu. Deməli, burada biz birinci növbədə int-lə dəyişənimizin tipini veririk. Sonra rəqəmi hara mənimsətmək istəyirəm, onu veririk. A bərabərdir olsun -8. Verdim və nöqtə vergül qoydum. Gördüyünüz kimi bir qırmızı dalğa var idi, artıq yoxdur. Deməli, bu o deməkdir ki, sətrimiz düzdür. Sətirdə heç bir səhvlik yoxdur. İkinci, deməli, biz belə deyim ki, rəqəmimizi verək. Int B. Eyni dəyişən ola bilməz. Həmişə müxtəlif dəyişənlər olmalıdır. Bərabərdir olsun 23. 200, nəysə, 23. Bu da bitdi. İndi mən bunları toplamaq üçün bir dənə yenə dəyişən verməliyəm. O dəyişənimiz də olsun int, tutaq ki, deyirəm S. Düzdürmü? Bərabərdir A üstəgəl B. Belə. Mən burada inti mütləq verməliydim. Çünki bu ikisini toplayanda mütləq bir tam ədəd alınacaq. Əgər mən bu inti verməsəydim, bunlar toplayan zaman bilməyəcəkdi hansı tipdə olmalıdır. Kompüter başa düşmür bunların tipini. Ona görə də mən burada inti mütləq verməliydim. Bərabərdir. İndi yazaq console. Ekranı çıxartmalıdır axı. Write line. Deməli, çıxsın S. Düzdürmü? Bu şəkildə. İndi baxaq. Görək necə işləyir proqramımız. 15, bəli. Düzdür, yəni doğrudan da 15 çıxdı.